Və dostlar, buraları gəzirəm açığı. Bilmirəm, nə edirəm. Ne deyəcəkdim, yadımdan çıxdı. Həqiqətən bilmirəm, nə edirəm. Yəni... qalmışam belə işsiz. İşsizlikdən var heç. Həyatdan nə edəcəyim bilmirəm açığı. O dərəcədə yəni. Sıxılıram. Heç nə istəmir adam, bilirsiniz. Elə bil ki, nə bilim, sonuymuş deyə bilmərəm, prosto yəni. Bilmirəm, bax. Hissləri ifadə etmək çox çətindir, indi görək. İfadə eləyə bilsəm, çalışaram, ifadə edeyim sizin üçün, yəni. Nə bilim. Çox belə kafam karışıb, türklər demiş. İçimdən bir agresiya gəlir, onu elə bil boğmağa çalışıram, yəni çölə çıxara bilmirəm. Hər şeyə əsəbləşirəm, insanlara əsəbləşirəm. O qədər axmaq insanlar var ki, mənim qovğum bir dənə düzəməli adam çıxmır da. Və yaxud nə bilim, istədiyim həyatı yaşaya bilmirəm. Nə qədər çətinliklər var, çox adam başa düşmür. Mən neyiniyim axı? Kimə danışma, dərdimi kimə danışacağımı bilmirəm. Problem bilirsiniz nədir? Problem ondan ibarətdir ki, bu pul məsələsidir, iş məsələsidir və yaxud da ki, digər tip şeylərdə insan çox sıxır həqiqətən də. İnsan problemi həll eləmək istəyir, amma problemi həll eləyə bilmir. Yəni, fakt mən problemi hələ də indiyənə qədər həll eləyə bilməmişəm. Və burada bir dənə çarə var, o da ki, onu buraxmaq. Buraxmaq ən yaxşı çarədir, bilirsiniz. Ümumiyyətlə, yəni, bilməm, bunu nə dərəcədə deməyim düz çıxacaq, amma pul üçün yaşamayasan. Ümumiyyətlə, laf ölsən də belə. Çünki həqiqətən insan asılı hiss edir özünü və fakt həll eləyə bilmirsən də, yəni səndən asılı olan faktorlar ola bilər, digərlərindən asılı olan faktorlar ola bilər. Hər şeydə məndən də asılı deyil belə baxanda. Çünki yəni bizim ölkədə vəziyyət necədir, yəni bunu məndən yaxşı bilərsiniz. Yəni nə bilim dostlar, nə olacaqsa olacaq, yəni çünki bilirsiniz insan çox hesab keçir, yəni mən də onu kontrol edə bilmirəm. Mən də çox əsəbləşib onu çölə də çıxarmaq istəmirəm. Çünki heç nəyə həll eləmirəm. Heç nə. İnsan həyatda belə şey öyrənir. Yəni onu öyrənir ki, yəni pul üçün yaşamır insan.